Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Azərbaycan dili və ədəbiyyat müəllimi sizlər üçün Miq çərçivə sənədinə yeni əlavə edilmiş Qanlı Daş əfsanəsini oxuyaraq təhlil edəcəm. Başlayaq. Qanlı Daş dediyimiz kimi əfsanədir və əfsanə də şifahi xalq ədəbiyyatı nümunəsinin, epik növünün janrıdır. Yenə Şirvanın qanlı qadalı günləri başlanmışdı. Yenə deyirsə, yəni Şirvanda qanlı qadalı günlər, buradan görürük ki, əvvəllər də olub və həmin günlərdən biri də indi başlayır. Yenə sözü ilə aydın olur bu. Yağı ölkəyə hücuma keçir. Yağı düşmən deməkdir. Bunu biz Uruzun dustaq olduğu boyda da görürük. Orada yəni atasından soruşur ki, yağı nə deməkdir? Qazanxandan. Qazanxanda yağının kim olduğunu söyləyir. Onlar yavaş-yavaş Şamaxıya yaxınlaşırdı. Kolan obasının ərənləri bir yerə toplaşdılar. Ərən, yəni igid mənasındadır. Obanın igidləri bir yerə toplaşırlar və Dəmir dağı özlərinə igidbaşı, bir növ sərkərdə təyin edirlər. Ərənlər dağlara çəkildilər. Bunu başqa oxşar götürə bilərik. Giziroğlu Mustafa bəy də, Koroğlu da, eyni zamanda Vaqif dramında İldar, onlar da dağlara çəkilən obrazlar idi. Qaçaq Kərəm, Namərd gülləsində sadəcə tam oxşar götürə bilmərik. Dağlara çəkildiyini oxşar götürə bilərik. Hansı məqam oxşar götürə bilmərik? Məsələn, Koroğludur, Giziroğlu Mustafa bəydir, yad ellərə qarşı döyüşmürdülər. Onlar xanlara, paşalara qarşı döyüşürdülər. Lakin burada yad ellərə qarşı, yəni yağlara, düşmənlərə, yad ellərə qarşı mübarizə aparmaq üçün dağlara çəkilmişdilər. Düşmən Kolan obasından bir qədər aralıda düşərgə salmışdı. Bunu görə bilərik. Deməli, Keçəl Həmzədən sonra Bolu bəylə Koroğlu qolunda, orada da düşmən Çənlibelə gəlir. Sadəcə Çənlibelə çatmadan Çənlibelin yaxınlığında düşərgə salırlar. Qoşun neçə vaxt idi ki, yol gəlirdi, tamam əldən düşmüşdü. Düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq asan olmayacaq. Buradan aydın olur ki, düşmən fikirləşir, yəni düşmənə də bəllidir ki, Şamaxı qalasını almaq heç də asan deyil. Mütləq yorğun qoşuna 3-4 gün istirahət vermək lazımdır. Qoşuna istirahət vermək məsələsi Dərzi şagirdi Əhməddə də var idi. Orada da Firəng padşahı öz oğluna, yəni orada Şah Abbasın qızını almaq üçün bir neçə dəfə elçi göndərir, hətta qoşunla bir yerdə vəzirini göndərir. O zaman da onlar da, yəni qoşuna istirahət vermək üçün bir neçə gün dincəlirlər. Dəmir dağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən çadırına hücum edir. Onlar dincəlməyə qoymur, neçə döyüşçülərini məhv edirdilər. Burada igidlərin, yəni Dəmir dağının igidlərinin axşamdan biraz keçən kimi, yəni gecə vaxtı qəfildən düşmən tərəfinə hücum etmə məsələsini görürük. Digər əsərlərdə bunu düşmənlərin etdiyi hərəkət kimi mənfi, yəni əməl kimi götürürdük. Məsələn, Salur Qazanevin yağmalanmağında düşmənin qəfil hücumu, eyni zamanda Qaytar mənim qüdrətim Azərbaycan, orada yurda gecə oğru kimi qəfildən girdilər deyilir. Yəni düşmənlərin gecə hücumunu görürük. Burada isə yəni igidlərin, eyni zamanda Dəmir dağının ətrafındakı insanların gecə vaxtı düşmən üzərinə hücum etdiyini görürük. Lakin bu təbii ki, mənfi götürülməyəcək. Mənfiyə biz bunu təhlil edə bilmərik. Buna səbəb odur ki, bunlar düşmən obrazları idi və onların yurdları deyildi. Yurda basqın edən düşmənlər idi və Dəmir dağının gecə onlara hücum etməsi, onların üzərinə, yəni hücum planlaşdırması, onları məhv etməsini biz mənfi dəyərləndirə bilmərik. Baxmayaraq ki, gecə hücum ediblər, yurd onların idi. Düşmən bunların yurduna basqın etdiyi üçün biz bunların hərəkətlərini mənfi götürə bilmərik. Dəmir dağ el arasında təkcə gücü ilə deyil, düzdüyü bayatılarla da ad çıxarmış. Deməli, Dəmir dağın dilindən verilən bayatılar da var. Burada həmin bayatı Dəmir dağ tərəfindən səsləndirilmir, sadəcə Dəmir dağla deməli, düzdüyü bayatılarla da ad çıxarmış. Yəni Dəmir dağında bayatılar qoşduğunu görmüş oluruq. Kolanı elim mənim, arxamda selim mənim. Dirikən qibləgahım, ölərsəm yorum mənim deyə, yəni bayatı düzdür səsləndirilir. Qeyd etdiyimiz kimi sadəcə Dəmir dağın dilindən yox, sadəcə Dəmir dağın yaratdığı bayatı səsləndirilir. Dəmir dağlı elin ağıllı, kəmallı, gözəl olan sona əhd peyman bağlamışdı. Yazın sonu yayın əvvəlində istəklərinə qovuşacaqdılar. Yəni bunlar əhd peyman bağlamışdılar evlənməkləri üçün yazın sonu yayın əvvəlində. Ki, yəni bunlar qovuşacaqdılar. Sadəcə sonradan görürük ki, bunların yəni əhd peymanları baş tutmur. Çünki sonu öləcəkdir. Görüş yerləri də Cüyürlü meşənin tən ortasında, sıldırım qayanın ətəyində çapıq daşın yanındaydı. Yəni bunların görüş yerləri meşənin, Cüyürlü meşənin tən ortasında çapıq daşın yanı olur. İlk əhd peymanlarının şahidi bu çapıq daş lalələr olmuşdu. Bir axşam Dəmir dağ şirrəkli igidləri yenə düşmən düşərgəsinə qəfildən hücum edirlər. Yəni bunların ilk hücumu olmur, bundan öncə də hücum edirlər. Orduya çaxnaşma düşür. Çaşbaş qalan düşmən əskərləri onların qarşısında yarpaq kimi
əsrlər burada təşbehdən istifadə olunubdur. Yarpaq kimi əsrlər. Dəmir dağgil düşmənin 2 seçmə pəhləvanını özlərlə apara bilirlər. Yəni Dəmir Dağ burada girov götürür, 2 seçmə pəhləvanı özlərlə aparırlar. Bundan xəbər tutan düşmən sərkərdəsi hirsindən zəncir gəmir, yəni əsəbləşir, şeypur çalır, qoşun ayağa qalxır və əmr verir. Düşmən sərkərdəsi qeyd edir ki, bütün Koranı obasını, qocasını, uşağını, qız gəlini meydana cəm etsinlər. Cəmaət meydana toplaşandan sonra sərkərdə deyir: "Əgər Dəmir Dağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəm." Yəni insanlara təhdid edir və bu təhdiddən sonra hamı başını aşağı salır, sükutu sona pozur. Buradakı sona obrazını müəllimlər Səsli qız poemasındakı Saraya bənzətmək olar. Sara da vətənpərvərdir. Eyni zamanda Sara da öz canını fəda etməyə hər an hazırdır vətən uğrunda. Burada da görürük ki, sona öz canını fəda edir. Düzdür, Sara öldürülmür orada, ölmür, sağ qalır. Sadəcə Sara ölümü belə gözünə alaraq şahı zəhərləməyə cəhd edir. Yəni sona ilə Saranı oxşar götürmək olar. Eyni zamanda hər ikisi öz sevdiyinə qovuşa bilməmək kimi də ortaq götürə bilərik. Burada Dəmir Dağın sevdiyi sona ölür. Digər əsərdə isə, Səsli qız poemasında isə Saranın nişanlısı Arqun ölür, onlar qovuşa bilmirlər. Sara, daha doğrusu sona deyir: "İzin verin, mən qoşunu Dəmir Dağgil olan yerə aparım." İnsanları heyrət bürüyür. Təbii ki, burada sonanın deməkdə də bir məqsədi var idi. Çünki düşmən sərkərdəsi Dəmirdağın yerinin deyilmədiyi təqdirdə onları qılıncdan keçirəcəyini qeyd eləmişdi. Sona həm bunun üçün onları aparmaq qərarına gəlir, həm də düşməni qarşı hissədə görəcək ki, tələyə salır. Yəni düşməni meşəyə aparmaqla tələyə salır. İnsanları heyrət bürüyür. Sona qoşunun qabağına düşür, onu meşənin dərinliyinə aparır. Qız meşəyə, sıldırım qayalara bələd olmayan yağını günortadan keçənə qədər orada, meşənin içərisində dolandırır. Yəni düşmən qoşunu həmin meşədəki ərazilərə bələd deyildi. Və bundan istifadə edən Sona nə edir? Meşədə, hətta günortadan keçənə qədər uzun bir müddət ərzində meşəni dolandırır. Dəmir Dağın igidləri isə düşmən qoşunu qara-qara izləyirlər. Sonra düşmən qoşunu meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirir. Həmin sıldırım qaya, yəni orada çapıq daşı olan yerə gətirir ki, onlar orada ət-peyman bağlamışlar. Sıldırımın ayağındakı çapıq daşı göstərib deyir: "Bax, Dəmir Dağın yerini o daşdan soruşun." deyib özünü qayadan atır. Özünü qayadan atan obraz bir də var idi Vaqif dramında. Orada deməli Vaqifin keçmiş həyat yoldaşı Xuraman da özünü qayadan atır. Lakin Xuramanla bunu tam oxşar götürmək olmaz. Çünki Xuraman xəyanətkar obrazı idi. Lakin sonra isə Dəmirdağı xəyanət etmir, vətənpərvər bir obrazdır. Yağı çaşbaş qalır, yəni bundan heyrətlənir. Elə bu vaxt Dəmirdağın igidləri düşmən qoşunu hər tərəfdən zərbələr endirirlər. Dağa meşəyə nabələd olan yağı təslim olur. Düşmən qoşunu burada təslim olduğunu görürük. Dəmirdağ Sonanı axtarır, lakin tapa bilmir. Nəhayət çapıq daşın yanında qanına qəltan olan qızı tapır. Yəni qız qayadan özünü atdığı üçün təbii ki, hündür bir yerdən özünü atmışdı və qanına qəltan olmuşdu. Yəni onun gül üzü solmuş, rəngi ağarmışdı. Dəmirdağ Sonanın lalələrin arasında, hansı ki, onların sevgisinə, onların bir-birlə peyman bağladığına həmin o çapıq daş, eyni zamanda lalələr şahidlik etmişdi ki, həmin lalələrin arasından qaldırır. Artıq gecidir. Sona bircə dəfə kipriklərini qaldırıb gülümsündü. Yəni burada görürük ki, son nəfəsində, son anında Dəmirdağ gəlib Sonanın yanına yetişir. Yəni o öləndən sonra yox, son anında yetişir. Bunu Cahandar ağa ilə də bənzətmək olar. Cahandar ağanın da son anında, yəni ölüm anında, son nəfəsində Şamxal gəlir onu tapır. Ölüm nəfəsi, yəni son anında. Dəmirdağın fəryadından dağlarda səda qopur, yəni Dəmirdağ Sonanın ölümünə görə fəryad eləyir, lalələr titrəyir, daşlar insan kimi nildəyir. Sonanın qanına boyanan çapıq daşı silkələnir. Yəni onun fəryadından, onun səsindən sanki çapıq daşı da silkələnir. Çox keçmədi ki, bu igidin fəryadı bayatlara hopdu, ellər obalara yayıldı. Bayatın nümunəsi isə burada qeyd olunub, yəni onun dilindən, yenə burada qeyd olunmur ki, o bayat onun dilindən səsləndirilir. Yəni bu igidin fəryadı bayatlara hopdu. Sanki onun fəryadı bayatlara çevrildi, bayatı şəklində yayıldı. Mən aşiqəm, qanlı daş. Qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndir. Niyə oldun qanlı daş? Bundan öncəki hissədə də biz burada bayatın nümunəsi gördük. Heç birində bayatın nümunəsi deməli Dəmirdağın öz dilindən səsləndirilmir. Sadəcə Dəmirdağın yəni yaratdığı bayatılardır. Dəmirdağın dilindən yaranır. Yəni o yaradır bu bayatıları. Sadəcə bu bayatılar əsərdə onun dilindən səsləndirilmir.
O gündən Çapıq daş xalq arasında nakam məhəbbətin şahidi olan qanlı daş adlandırılmağa başladı. Yəni əvvəlcə adı Çapıq daşı olur, daha sonra isə həmin daşı qanlı daş adlandırırlar. İndi isə əsərin təhlilinə baxaq müəllimlər. Qeyd etdiyimiz kimi əsər epik növdə əfsanə janrındadır. Vahid süjet xətti var, yəni əsərdə süjetin mərhələləri öz əksini tapır. Belə ki, ekspozisiya, yəni giriş hissədə yağıların, yəni düşmənin Şirvana hücum etməsi və ölkənin qanlı qadalı günlərin başlaması, lap elə iki cümlədə görürük bunu. Daha sonra Zavyeska, yəni orada düyünün bağlanma məsələsi ilə bağlı olan hissədə Çolanı ərənlərinin dağlara çəkilməsi, Dəmir dağ özlərinə sərkərdə seçilməsi və düşmənə qarşı partizan mübarizəsi. Yəni partizan dedikdə düşmənə qarşı birlik göstərmə hissəsi göstərilir. Kulminasiya əsərin yəni pik nöqtəsi, ən qızğın olan hissəsi, düşmən sərkərdəsinin cəmaatı təhdid etməsi, Sonanın özünü fəda etməyə qərar verməsi. Yəni düşmənə Dəmirdağın yanına aparacağam deyərək düşmənin qabağına düşüb onları aparması, Sonanın düşməni aldadıb uçurumun başına gətirməsi və özünü qayadan atması əsərin razvyaska, düyünün açılma hissəsidir. Finalda isə Sonanın ölümü və Çapıq daşın qanlı daş adını almasıdır. Həyat hadisələri təhkiyə əsasındadır. Mövzusu xalqın azadlığı, torpağı uğrunda mübarizəsi, vətənə sədaqət, fədakarlıq, eləcə də saf və sadiq məhəbbətdir. Burada həm vətənpərvərlik, həm də məhəbbət, yəni motivi öz əksini tapır. İdeyası nədir? Vətənə sevginin və vətənin müdafiəsinin hər şeydən, hətta ən böyük məhəbbətdən də üstün olmasıdır. Bunu görərik Səsli qız əsərində də, orada da vətənpərvərlik güclüdür. Əsərdə həm Dəmirdağ, həm də onun igidlərinin vətən uğrunda qəhrəmanlıq mübarizəsi var idi. Həm də sona Dəmirdağın məhəbbəti burada təsvir olunub. Bəli, həm məhəbbət motivi var idi, həm də vətənpərvərlik məsələsi. Sona və Dəmirdağ timsalında müəllif göstərir ki, vətən və məhəbbət yolunda canından keçmək əsl insanlıq, igidlik və sədaqət nümunəsidir. Sonra düşmənə Dəmirdağı satmır, əksinə öz canı bahasına xalqını və sevdiyini xilas edir. Yəni o Dəmirdağın yerini göstərəcəm deməklə, onun məqsədi Dəmirdağı düşmən tərəfə, yəni düşmənin ələ keçirməsi üçün onu satqınlıq etmək deyildi. Əksinə o düşməni azdırmaq üçün meşəyə aparır və o qəsdən düşməni nabədə idi axı. Düşmən meşəyə nabələd olduğu üçün o düşməni müxtəlif yollarla sıldırım qayalı olan əraziyə aparır. Elə bir yerə aparır ki, Dəmirdağın qoşunu, yəni igidləri hücum edərək düşməni məğlub edirlər. Daha sonra əsər yağıların Şamaxıya hücum etməsi ilə başlayır. Bəli, Şirvanın qanlı qadalı günləri başlamışdı və Şamaxıya hücum etmələrlə başlayır. Çolan Ovasının ərənləri, igidləri vətəni müdafiə etmək üçün birləşirlər. Dəmirdağ özlərini sərkərdə seçirlər. Şamaxı qalasını tutmaq çətin olacağını düşünür düşmən. Ona görə də 3-4 gün qoşuna istirahət verməyi fikirləşirlər. Dəmirdağın başçılıq etdiyi dəstə axşamdan biraz keçmiş düşərgəyə hücum edir, onları dincəlməyə qoymur. Yəni gecə vaxtı onlara hücum edirlər. Dəmirdağ təkcə igidliyi deyil, bayatlıların da el arasında məşhur idi. Həm qılınc sahibi, həm də söz ustasıdır. Bunu da bənzədə bilərik Koroğluya. Düzdür, Koroğlunun dilindən bayatı yox, sadəcə orada qoşma gəraylı nümunələr var. Yəni o da həm söz ustası idi, həm də qılınc sahibi idi. Daha sonra Sona ilə Dəmirdağ nişanlanmışdı. Yazın sonu, yayın əvvəlində əhd eləmişdilər, toylar olacaqdı onların. Görüş yeri Cürlü meşəsinin ortasında Çapıq daşın yanı olur, elə Sona orada da ölür. İki aşıqın əhd peymanlarının şahidi Çapıq daş və lalələr olur. Dəmirdağ düşmən düşərgəsinə hücum edir. Düşmən qorxuya düşür, düşmənin iki pəhləvanını əsir götürür. Düşmən sərkərdəsi əmr verir ki, Kolanı basının meydana cəm etsinlər. Sərkərdə obanın əhlinə şərt qoyur ki, Dəmirdağı yoldaşlarını yerini deməsələr, onların hamısını məhv edəcək, burnundan keçirəcəyini deyir. Sonra isə onların yerini deməyəcəyini deyib, düşmən qoşununu deyəcəyini deyib, düşmən qoşunu günortadan bir qədər keçənə qədər deməli, meşədə dolandırır. Yəni, eyni zamanda burada qoşunu yorur həm də. Meşənin müxtəlif ərazilərinə aparmaqla, dolandırmaqla qoşunu da taqətdən salır. Sonra öz canını düşünmür, təbii ki, öz canını fəda edir, xalqını və sevdiyini qorumaq üçün özünü qurban verir, özünü qayadan atır. Dəmirdağın qoşunu düşməni qara-qara izləyirdi, çaşbaş qalan düşmən məğlub olur, təslim olur. Dəmirdağın Sonaya yetişəndən sonra, yəni sevgilisi Sona ölür, Sona hələ sağ idi və Dəmirdağ onun ölümünə görə fəryad edir. Aşiqlərin ilk əhd peymanlarının şahidi olan Çapıq daş, nakam məhəbbətlərinin də şahidi kimi o gündən qanlı daş adlanır. Həm əhd peymanlarının şahidi olur Çapıq daş, həm də onların bir-birindən ayrılmağını, sadəcə ayrıldıqlarına görə artıq Çapıq daş yox, qanlı daş adlandırılır. Sona əsərdə vətən sevgisi ilə insan sevgisini birləşdirən obrazdır. Onun ölümü faciəvi olsa da, mənəvi qələbə kimi təqdim olunur. Belə dəyərli müəllimlər, Qanlı Daş əfsanəsi ilə bağlı təhlilimiz bu qədər.
Zəhmət olmasa kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik.